Tunelə girdik, çıxdıq. Tunelin körpüsü deyilən bir yer var. Ora təxminən bir 100 metr qalmışdı ki, qəflətən bizi verdilər atəşin qabağına. Təsəvvür edin ki, yəni üstümüzə güllə dolu kimi yağırdı. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdən biri də Kəlbəcərin işğalı zamanı baş verən və tunel qırğını adlanan dəhşətli hadisə oldu. 1993-cü il martın 31-də tunelin qarşısında pusqu quran erməni faşistləri oradan keçməyə çalışan dinc insanları qətlə yetirdilər. Sağ qalanları girov götürərək onlara amansız işgəncələrə məruz qoydular. 5 nəfər bizim maşında rəhmətə getdi. Qalan hamısı yaralı. Təsəvvür edirsiniz, nalə. Təqribən 1 saatdan sonra tuneldən ikinci bir maşın çıxdı. Kamaz markalı maşını idi. Kamazın da üstündə demək olar ki, qadın, uşaq, kənd cəmaatı. Onlar o tuneldən çıxdılar, gördülər ki, biz nə vəziyyətdəyik. Bunlar sürətini artırdılar ki, keçsinə bizim maşının yanından keçəndə artıq onun təkərlərini partlatdılar. Təsəvvür edin ki, Kuzzadan belimə qan damcılayır. Ağdərə tərəfindən xeyli onların əsgərləri gəldilər. Tankların üstündə əsgərlər gəldilər, töküldülər bu Kamazın yanına. Kamazın yanına bunlar bir 15 dəqiqə bu Kamazın yanında qaldıqdan sonra qəflətən bir partlayış əmələ gəldi. Təsəvvür edin ki, orada Koroğlu qalası deyirlər o tuneldə. Çox böyük bir qaladır. Alovun hündürlüyü o qala qəlbilikdə qalxır. İnsanlar qışqırır. Onlar elə bilibdilər ki, o Kamazda bizim əsgərlərimiz var Kamazda. Onlar iri çaplı pulemyotla, nəyinənsə o Kamazı partladıbdılar. Ramil Hüseynov çay istiqaməti ilə hadisə yerindən uzaqlaşaraq kəndə çatmağı bacarıb və baş verənlər barədə insanlara xəbər verib. Gördüm ki, bir samasfalt izil gəlir, üstündə də hansısa bir kəndin cəmaatı. Mən qışqırdım ki, dayanın, bunlar dayandılar. Bildirdim ki, bəs mən tuneldən çıxmışam, biz ermənilərə əsir tutub, siz getməyin. Onların maşını ilə gəldim Comər kəndinə, Comər kəndindən də gəldim, axşam tərəfi çatdım kəndimizə. Oradan da cəmaat nə gündə, yəni birinin elə ailə var 7 nəfər gedib, elə ailə var 3 nəfər gedib, elə ailə var 2 nəfər gedib və kəndimizdə hamı bir-birə qohumdur. Təsəvvür kətdə bir inanırsınız, o bir müsibət qopubdur. İtlər ulaşır, toyuqlar qaqqıldaşır, mal heyvan səsi eləyir. Yəni sanki bir cəhənnəmdə. Elə mən kəndə çatdım, hadisəni danışdım. Həmin gün tuneldə 3 avtomobil yandırıldı. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirildi. 64 nəfər əsir götürüldü. Bu qanlı hadisə 1-ci Qarabağ müharibəsi zamanı Kəlbəcərdə törədilən ən ağır müharibə cinayətlərindən biri hesab olunur. Tarixi yaddaşımız məhz müstəqil dövlətimizin sayəsində, mövcudluğu sayəsində qorunub, saxlanıb. Həm 31 Mart soyqırım hadisələrinin, həm də deməli, digər soyqırım cinayətlərinin tarixi yaddaşımızın tərkib hissəsinə çevrilməsi, unutulmasına imkan verilməməsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. İllər sonra rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Kəlbəcər rayonu yenidən öz sahibinə qovuşdu. Bugün artıq vaxtilə insanların qaçqın düşdüyü yollarla texnikalar hərəkət edir, dağıdılmış kəndlər bərpa olunur, yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısının, xalqımızın məhz atdığı addımlar nəticəsində biz Kəlbəcərin ənənəvi simasının qaytarılmasının və daha geniş miqyaslı bir prosesin tərkib hissəsinə çevrilməsinin şahidi oluruq. Kəlbəcər böyük turizm potensialına malikdir və şübhə etmirəm ki, zaman keçəcək. Kəlbəcərə gələcək turistlər təkcə bu bölgənin, bu rayonun gözəllikləri ilə, turizm potensialı ilə tanış olmayacaqlar. Eyni zamanda Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım cinayətlərinin izlərini də qabarıq şəkildə görəcəklər. Artıq bu torpaqlarda həyat yenidən canlanır. Kəlbəcər yenidən qurulur, dirçəlir və bölgənin inkişafı istiqamətində geniş miqyaslı işlər görülür. Amma tarix unudulmur, çünki bu torpaqlarda hər daş, hər yol keçmişin izlərini yaşadır.